Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Allahın salamı olsun hər birinizin üzərinə. Bugün iyul ayının 2-si, 2025-ci il böhran alımı həyata keçiririk. Bugün sizlərə qısa bir video çəkmək istəyirəm. Çünki bağ yiyəsindən qısa bir vaxt üçün icazə aldıq. Həm də istəmir ki, bağ yiyəsi bağı tanınsın. Yəni, bir çox bağ sahibləri ümumiyyətlə istəmir. Yəni, ki, müəyyən səbəblərə görə. İndi dəyərli izləyicilər, qısa bir video çəkəcəm. Nəyi əsas vurğulamaq istəyirəm? Bizə bir çox insanlar suallar ünvanlayırlar ki, sizin bu təcrübənizdə meyvə gözləri dediyiniz nədir? Necə baş verir meyvə gözləri? Yəni, o necə olur? Yəni, seyratma zamanı meyvə gözləri necə çoxala bilər? Bu məhsuldarlığın çoxalması hansı formada baş verir? Baxın, dəyərli izləyicilər, baxın, mən yerə oturmuş vəziyyətdəyəm. Bu bizim ata-babadır. Yəni, tanıyan Respublikada hamı bilir bunun yarpağından. Əgər fındıq tanıyansa, fındıqdan başa çıxansa, bu bizim təmiz ata-baba növdür. Baxın, dəyərli izləyicilər, biz nə elədik? Budaq sayını tənzimlədik. Burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə budağımız var. Və nə elədik? Budaqlarımızı tənzimlədiyimiz təqdirdə meyvə gözlərinin çoxalması sayəsində, baxın, dəyərli izləyicilər, baxın, harada artıq meyvələrimiz var. Bu hamısı meyvə gözüdür. İndi deyəcəksiniz, bu tumurcuqlar, bəli. Baxın, dəyərli izləyicilər, mən bunları belə götürəcəm. Bunların inkişafını dayandıracağım. Oldu mu? Bax, bunlar bizim üçün gələn il, bax, belə meyvə gözləridir. Əgər budağımızda əvvəl bir dənə uc hissəsində fındıq olursa, indi artıq ümumiyyətcə bunların hamısı bu il oyanan meyvə tumurcuqlar, hansı ki, fəaliyyətli tumurcuqların oyanmasının nəticəsində gələn il bunlar hamısı meyvə gözləri olacaq. Belə dəhliclər. İndi mən sizə bir də bir şey göstərim. Bizə bir çox izləyicilərimiz deyir ki, siz həmişə yay fındığını göstərirsiniz. Ata-babanı çəkmirsiniz. Ata-baba zəifdir. Dəyərli izləyicilər, işlədiyimiz bağların hər kəsi dəvət edirik. Rayonumuzda da inadkar, tərəddüd edən, necə deyim, xoşa gəlmək üzrə iraq insanlara da deyirəm. Hər birinizi dəvət edirəm. Bizim işlədiyimiz bağlardakı nəticəni canlı olaraq görmək üçün həm iri, həm keyfiyyətli fındığımız var. Düzdür, unlu şeh var. Bununla mübarizə deyə bir şey yoxdur dəyərli. Ona görə ki, mən hektara 70 manat, 100 manat xərcləyib, onunla mübarizə aparsam, 4 dəfə dərman vurmalıyam. Bu artıq 280 manat eləyir. Ancaq o 280 manat mənim cibimə qayıtmır. Ona görə də dəyərli izləyicilər, biz o ilə mübarizəni qiymətləndirmirik. O hələlıq, necə deyim, şübhəli olaraq qalır. Nəysə, dəyərli izləyicilər, nəyə gəlmək istəyirəm? Ata-baba növdür. Bildiyiniz kimi çox gözəl nəticələr var işlədiyimiz bağlarda. Yenə də deyirəm, 80-70% bağda var. İndi deyəcəksiniz 30-20% bağda niyə yoxdur? Ona görə ki, o bağlar biz əlimizə götürdüyümüz təqdirdə çox bərbad vəziyyətdə idi. Biz əvvəlki videolarımızda da onu vurğuladıq ki, sizə əyani olaraq göstərdik ki, bağımız çox bərbad idi. Onun üçün 30-40 yaşındakı bağı birinci il o vəziyyətə gətirmək mümkündür. Bir neçə il ərzində orada da o nəticələri artıq əldə edəcək, sizlərlə bölüşəcək. Baxın, dəyərli, yenə deyirəm. Oyanmış, bax, tumurcuqlar, hansı ki, burada o vaxtı ilə kaçalı idi bura. Hamısı meyvə gözləri də artıq meyvədir. Baxın, bura dəyərli izləyicilər, baxın bura. Baxın, deyəcəksiniz, bunu bura yapışdırırsınız. Bura yapışdırmamış dəyərli. Baxın nə baş verir. Mən demirəm, gəlin buradan meyvə alaq. Heç olmasa yarım metr yuxarıdan meyvə əldə edəyik. Baxın, dəyərli izləyicilər, baxın, ata-baba. Baxın, təbii qardaşımız çəksin. Baxın fındığa. Bax, dəyərli izləyicilər, mən bir də bir şey deyim. Ata-baba fındığını gizlədir. Əgər burada bir yay fındığının budağı olsaydı, bu meyvələri hamısını çöldə göstərsəydi bizə. Həm ona görə ki, yarpağı xırda olur, onun meyvəsi tam tərsi çöldə olur, İtalyan sortları kimi. Yəni İtalyan, Gifoni, Nokiana, Romanada da bildiyiniz ki, meyvələr çöldə olur. Burada isə baxın, hal-hazırda hər yer meyvədir. Təbii qardaşımız çəksin, təbii. Fokusdakı nə qardaş? Baxın, görürsünüzmü? Baxın bu budağımıza, baxın. Ata-baba sortdur. Gəlin, tərəddüd edən hər kəsi dəvət edir. Rayonumuzda da, Respublikada da. Bizdən mübahisə eləyən, biz orada söz atmaca atanlara deyirəm ki, sizin atmacağınız elə özünüzə qayıdır. Baxın, dəyərli izləyicilər. Baxın bu budağımıza, biz biraz qısa çəkəcək, yenə də bağın tanınmasını sahibimiz istəmir. Baxın, bu budağımızda kilo yarım fındıq var. Hər kəsi dəvət edir. Gəlin, mövsümün sonunda toplayaqın, çəkəyin yenə. Bir ki, videomuz da var, çəkmişik də. Baxın, kilo yarım, 10 dənə budağımız var, eləyir 15 kilo fındıq. Bizim üçün çox yetərlidir. Bu il budamışıq. Burada 400 ağac var. Hər ağacımızdan 15 kilo sahibi alsa, süper bir nəticə deməkdir. Belə dəyərli izləyicilər, bizdən bu qədər. Gələn görüşlərəcək inşallah. Sağ olun.